Bəli, biz hazırda Qaxtamazlıq İpəkçilik stansiyasındayıq. Burada tut ipək qurdu toxumunun inkubasiyası prosesi həyata keçirilir. Hazırda sizi bu proseslə tanış edəcəyik. Ancaq ümumilikdə isə sizə məlumat verək ki, cari ildə Çin Xalq Respublikasından ümumilikdə 6000 qutu tut ipək qurdu toxumu gətirilib. 450 qutu isə məhz Qaxtamazlıq İpəkçilik stansiyasında istehsal edilib. Hal-hazırda isə inkubasiya prosesi davam edir. Belə ki, aprel ayının sonlarından etibarən inkubasiyaya qoyulan ipək qurdu toxumu hazırda inkubasiyası aparılır və burada məhz bu proses ümumilikdə ciddi mütəxəssislər tərəfindən aparılır. Çox həssas bir həşərat olduğundan bu ipək qurdu toxumunun dirildilməsi zamanı həm otağın havalandırılması, həm nəmliliyi, həm də hərarəti daimi nəzarətdə saxlanılır və yoxlanılır. Burada isə bu proses Respublika üzrə ümumilikdə 4 rayonda həyata keçirilir. Buradan ümumilikdə 6450 qutu ipək qurdunun hal-hazırda inkubasiyası həyata keçirilir və yaxın günlərdə burada dirildilən toxum ümumilikdə Respublika üzrə 40 rayonuna və Naxçıvan Muxtar Respublikasına kümdarlara paylanılacaq. Eyni zamanda onu da qeyd edək ki, ümumilikdə 6450 qutu ipək qurdu toxumundan 250-260 tona yaxın barama məhsulu istehsal edilməsi planlaşdırılır və təbii ki, ipək qurdu toxumunun ən əsas vacib amillərindən birisi də yetəri qədər yem bazasının olmasıdır. İpəkçilik Damazlıq stansiyasının həyətində də 3 hektar ərazidə ümumilikdə 3000 ədəd çəkil ağacları əkilib ki, burada inkubasiya zamanı həm bu ərazidə burada dirildilən qurd üçün yemlənməsində istifadə olunacaq, eyni zamanda digər kümdarlara paylanılacaq. Hazırda isə burada tədrici olaraq dirildilmə prosesi aparılır. Yaxın günlərdə hava şəraiti soyuq olduğuna görə burada temperatur nisbətən artırılaraq bir qədər gecikdirilir ki, yem bazası özünü çatdırsın və yetəri qədər yem bazası olsun. Hazırda isə yaxın günlərdə ipək qurdu toxumunun paylanılması nəzərdə tutulduğu üçün kümdarlar hazırlıq prosesini həyata keçirirlər. Belə ki, çox həssas bir həşərat növü olduğundan bu həmin ipək qurdunun saxlanma şəraitdə olduqca yaxşı şəraitdə olmalıdır ki, keyfiyyətli məhsul əldə edilə bilinsin. Hazırda isə kümdarlar da hazırlıq prosesini həyata keçirirlər.